Səfərimiz ön xəttədir. Hər zaman olduğu kimi komando heyəti olaraq səngərdəki igidlərimizi daim diqqət mərkəzində saxlayırıq. Odur ki, üst tuturuq səngərlərə. Daim ayıq-sayıq xidmət aparan və yalquzaq tək qisas hissi ilə alovlanan vətən övladlarının yanına. Hal-hazırda ön xəttə yerləşən mövqələrimizdən birindəyik. Qalxırıq əsgərlərimizin yanına, gedək onlarla bir Allah-qal tutaq. Əskər, salam. Salam. Necəsən bu? Nə var, nə yox? Salam, yaxşı olasın. Salamatçılıqdır. Şükür Allah. Necədir vəziyyət? Hər şey qaydasındadır, Allah şükür. Əhval, ruhiyyə. Şükür Allah, hər şey qaydasındadır, salamatçılıq. Necə keçirdin bayramı? Yaxşı. Yeni il yaxşı gəldi. Bəli, hər şey qaydasındadır. Hardansan? Gümüşlüdən. Gümüşlü rayonundan. Bəli. Nə demək istəyirsən buradan öz yaxınlarına, ailənə? Mənim yolumu gözləyən hər kəsə salam çatdırıram, narahat olmasın, hər şey qaydasındadır. Şükür Allah, mən fəxr edirəm ki, silahlı qüvvələrdə xidmətimi aparıram. Hər şey qaydasındadır, rahat olsunlar, narahat olmasınlar, bizlər onların hamısının keşiyini çəkirik. Biz də sizinlə fəxr edirik. Çox sağ olun. Allah qorusun, Allah saxlasın. Minnətdaram, sağ ol. Üzrü sakit xidmətdən bir dəqiqəli də olsa yayındırdıq səni. Eybi yox. Necəsən, nə var, nə yox? Yaxşıyam, sağ ol. Vətən xidmətlərin bir əsgər kimi qürurluyum. Biz də sizinlə qürur duyuruq. Neçə ayın əskərisən? 10 ailəsi. 10 ayın əskərisən. Bəli. Olmusan məzuniyyət? Bəli, bəli. Aparardım səni evə. Hardansan? Qaxdan. Qaxdan. Gözəl Gülşən. Olmuşam qaxda bir neçə dəfə. Nə demək istəyirəm buradan ailənə, yaxınlarına, anaya, ataya? Buradan ailəmə, atama, anama, bibimə, bacıma, qardaşlarıma, nənəmə hamısına can sağlığı, uzun ömür, darıxmayın, gələcək. İnşallah, inşallah. Necə gedir xidmət? Əhval-ruhiyyə necədir? Əhval-ruhiyyə hər zaman yüksək vəziyyətdir. Özün necə bir dərs götürmüsən ümumiyyətlə, belə deyək də, 10 aydır hərbi qulluqdasan, ön xəttəsən, postda xidmət eləyirsən. Bax, bu xidmət yolu sənə nə öyrətdi? Bu xidmət yolu həyatda mənə çətinliyi, bütün ağrıcını, hər şeyi öyrətdi. Düşmənlərimizin xalqımıza verdiyi əzabı, əziyyəti hamısını bir kadr kimi göz önünə gətirdi. Maşallah olsun, bax, biz də fəxr edirik sizinlə, sənin simanda bütün əskərlərimizlə, zabitlərimizlə, müddətdən artıq hərbi qulluqçularımızla. Bayramı necə keçirdin? Yeni il necə keçdi? Yeni il yaxşı, yüksək səviyyədə, həmişəki kimi. İnşallah Allah qismət eləsin, çiyin-çiyinə gedərik döyüşə. Sağ olun. Allah qoysun. Təşəkkür edirəm. Sağ ol. Əskər, salam. Necəsən? Xoş gördük. Bağışda səni xidmətdən bir neçə dəqiqəlik ayrı salırıq. Neçə ayın əskərisən? 10. 10 ayın əskəri. Hardansan? Bakı Zabrat. Zavrat qəsəbəsindənsən. Bax, 10 aydır xidmət edirsən. Nə dəyişiklik var sənin həyatında? Nə həyat təcrübəsi qazanmısan? Bura gələndə hər şey adam ailəsinə bağlı olur, hər şey anlayırsan. Yəni, dəyişikliklər olur. Çox gözəl. Bayramı necə keçir? Bayaqdan bütün əskərlərimizdən soruşuram. Çox yaxşı. Komandir heyətimiz sağ olsun bizə bütün şəraiti yaradıb. Yəni, bizə bayram hədiyyələri, yəni şən keçirdi bayram. Çox gözəl, çox gözəl. Bax, biz də sizin yerinizə, sizin adınıza sevinirik. Buradan bax, evə nə demək istəyirsən? Zabrata ateşli salamlar, hə? Nə demək istəyirsən? Anaya, ataya? Hamıya salamlar, yəni heç kim narahat olmasın, yaxşı. Hər şey yaxşı. Hər şey. İnşallah nə qədər qalıb? 8 ayın qalıb. İnşallah onu da sağ-salamat xidməti başa vurarsan, uğurla, yüksək nailiyyətlərlə geri dönərsən. Olmusan məzuniyyətdə? Bəli, bəli. Sən də olmusan məzuniyyətdə. Mən bayaqdan post gəzirəm ki, məzuniyyətdə olmayan əskər tapaq, bir evə aparaq. Çox gözəl. Olmasaydın götürüb gedərdik səninlə Zabrata. Sağ olun, çox sağ olun. Çox gözəl. Sənə xidmətdə uğurlar arzulayıram. İnşallah sağ-salamat xidməti başa vurarsan, geri qayıdarsan. Biz də gəlirik sizinlə maraqlanırıq, müxtəlif bölmələrdə, müxtəlif postlarda, mövqelərdə, cəbhənin digər, cəbhə xəttinin digər nöqtələrində oluruq. Həqiqətən hamısı bir-birindən yiğit, cəsur. Buradan düşmənə nə demək istəyirsən? Yəni, torpaqlarımızı buraxıb getmələri məsləhət görürəm. Yəni, geri qayıtmaları məsləhət görürəm. Halal olsun. Hələ sənin bir Azərbaycan əskəri kimi, adi bir əskər kimi elə bu cümlən bəsdir.
Minnətdaram, təşəkkür edirəm sənə. Sağ ol, uğurlar.